3 yaşlı bu uşaq Allah kəlamını əzbərdən oxuyur. Elhamdülillahi Rabbil alemin. 3 yaşlı Zəhra Hüseyin Bakının Nizami rayonunda yaşayır. O 1 yaşından bəri Quran-ı Kərim oxumağı bacarır. Maliki yevmiddin. İyyaka na'budu və iyyaka nestaîn. Hələ səlis danışmağı belə bacarmayan 3 yaşlı uşaq Qurandan 37 surəni əzbərdən bilir. Özü də təcvidli şəkildə. An'amta aleyhim gayril məğdubi aleyhi vələllallin. Zəhranın Quran oxumasında və əzbərləməsində əsas işi anası görüb. Ana tikdi. Ana tikib. Bu qol açıqdır, bu da qollu. Babası Hacı Hüseyin Ağa kişi də nəvəsinin bu məharətinə sevinir. Ramazan olan vaxtdan onun layləsi Quranla çalınmışdır. Quranın surələri oxunan vaxtı o diqqətlə qulaq asıldı ən körpə vaxtlarında. Artıq 1 yaşında olarkən o kiçik surələrdən İxlasdır, Fələqdir, Nasdır, bu surələri əzbər bilirdi. Təzə dil açandan, yəni bu çox inanılası bir şey deyil. Allah Teala'nın bəxşidir, əlbəttə Allahın bəxşidir ki, 1 yaşında 3 surəni artıq o əzbər bilirdi. Hansı ki, uşaqlar vaxtı artıq ya ata, ana sözü deyə bilirdi.